Qobustan qoruğuna giriş biletlərini kəskin bahalaşdırıblar. News 24 Yeni-Sabah istinadla xəbər verir ki, bunu iqtisadçı Natiq Cəfərli qeyd edib. İqtisadçının sözlərinə görə əvvəllər yerli ziyarətçilər üçün qiymət 4, əcnəbilərə 10, tələbələrə 1, məktəblilərə isə 40 qəpik olub. Bir neçə gün öncə yeni qiymətlər elan ediblər. İndi yerli ziyarətçilər 7, əcnəbilər 20, tələbələr 3, məktəblilər 2 manat ödəməli olacaqlar. Qiymətləri turistlər üçün 2, tələbələr və məktəblilər üçün isə 5 dəfə artırıblar. Ümumiyyətlə, turistlər üçün muzeylərə, qoruqlara baha bilet yanaşması dünyanın bir çox ölkələrində var. Bunu anlayıram. Amma məkanın təbliğatı ciddi qurulandan sonra bu addımı atmaq mümkündür. Natiq Cəfərli Qobustan qoruğunu Türkiyədəki Aya Sofiya məscidi ilə müqayisə edib. Orada yerli əcnəbi qiymət fərqi anlaşılandır. Amma biz hələ Qobustanı tanıda bilmişikmi indidən 2 qat qiymət fərqi qoyaq. Bundan başqa, öz şagirdlərimizə, tələbələrimizə qiyməti niyə artırırıq? Türkiyədə məktəblilər üçün əksər muzeylər tam pulsuzdur. Çünki bu həm də hekayə quruculuğunun bir hissəsidir. Məktəblilər, tələbələr dünyaya daha açıq olurlar. Müxtəlif ölkələrdə yaşayan həmyaşıtları ilə danışır və hər biri turizm agentinə çevrilirlər.